Bugün İslam tarixində unudulmaz tarixi bir gündür. Ədalət günəşi olan möminlərin əmiri İmam Əlinin Kəbədə, Allahın əzəmətli beyti olan Kəbədə dünyaya göz açdığı bir gündür. Əli əleyhissalam Vəlidül Kəbədir. Yəni, yeganə şəxsiyyətdir ki, Kəbə evində dünyaya göz açmış. Nə ondan öncə, nə də ondan sonra bu şərəf heç kəsə nəsib olmamış. Gördüyümüz bu Kəbə İmam Əli əleyhissalamın beşiyidir. İnsanlar təvaf edərkən İmam Əli əleyhissalamın beşiyinin ətrafına dövr edir, təvaf edir. Və uca Rəbbimizdən dilək və istəyimiz budur ki, bizi dünya və üqbada Qur'an və Əhl-i Beytdən ayrı salmasın. Mən həmi cümə günü münasibəti ilə, həmi ədalət günəşi olan möminlərin əmiri, Kəbə evində dünyaya göz açan İmam Əli əleyhissalamın mövlud münasibəti ilə bütün dünya müsəlmanlarını, Əhl-i Beyt sevərləri, sizləri, başda zamanı imamımız İmam Zaman Əccəlallahu Teala zuhurəhu şərif olmaqla hər birinizi səmimi dildən, qəlbdən təbrik edirəm. Qoy bu mövlud bütün dünyaya birliyi, ədaləti və bütün insanlara, bəşəriyyətə, haqqa gəlişə, dönüşə bir səbəb olsun. Bir daha bayramınız mübarək olsun.